Sen hara gedirsən? Sen çok istəyirsən Luisini? Ne oldu? Anne burada Luisi. Salamlar, Üç Uşaqlı Ananın bir günü vloguna xoş gəlmisiniz. İndiyə qədər sizin üçün 3 test tapmışdım və səsləndirmişdim. Yazdığınız şərhlərdən anladım ki, nəticələrdə özünüzü tapmısınız və bu testlər xoşunuza gəlir. Buna görə də sizin üçün 3 suallı asan bir test tapmışam. Gəlin birlikdə edək. Bye bye. Gözlərini yum və təsəvvür et. Gecədir, tək başına uzun, səssiz bir yolla gedirsən. Birdən qarşına yalnız bir heyvan çıxır və səninlə bir müddət yol gedir. Sayacağım heyvanlardan hansı səninlə gedir? İlk hiss etdiyini seç, çox düşünmə. A. Canavar, B. Pantera, C. At, D. Bayquş, Y. İlan. İkinci sual. Biraz sonra yol ayrıcına gəlirsən. Bu heyvan nə edir? 1. Səni qoruyur, önündə gedir. 2. Yanında sakitcə addımlayır. 3. Birdən yox olur. 4. Səni qorxudaraq uzaqlaşır. Sual 3. Yolun sonunda sən özünü necə hiss edirsən? A. Güclü, B. Rahat, C. Tək amma azad, D. Gərgin, Y. Dəyişmiş. Cavabları yazarkən sizdən bir xahişim var ki, tək-tək yazmayın. Bir şərh yazın və həmin şərhin içində bütün cavabları qeyd edin. Siz hər sual üçün ayrıca cavab yazdıqda bu mənim işimi çətinləşdirir. Siz bütün sualları cavablandırın. Axşam hər birinizin analizinin nəticəsini qeyd edəcəyəm. Artıq 2026-ya bir həftə qalıb. Çoxumuz yeni ümidlər, yeni xəyallar qururuq. Açıq desəm, son zamanlar bu manifest mövzusu məni artıq bezdirib. Hər gün yeni bir metod çıxır. 3, 6, 9, 777, qolva göstərilən işarəni çək, diləyini dilə. Onun kimi bir sıra nümunələr. Hər kəsin dilindən fərqli metod çıxır. Hər kəs elə bil bunu qəsdən mürəkkəbləşdirir. Və mənim bu vlogdakı məqsədim çox sadədir. Manifest sözünü mümkün olacaq ən sadə formada izah etmək. Haqqda sizin üçün maraqlı araşdırmalar etmişəm. Düşünürəm ki, başqa video axtarmağa, Google-da saatlarla oxumağa, necə manifest edim deyə kiməsə yazmağa ehtiyac qalmayacaq. Çünki sən bu metodların dalınca qaçdığın vaxtda əslində artıq həyatını dəyişə bilərdin. Desəniz hardan bilirəm? Çünki bunların bəzilərini öz həyatımda da tətbiq etmişəm. Gəlin ilk olaraq öyrənək ki, manifest əslində nədir? Ən vacib şeyi əvvəldən deyim. Əgər manifest etmək istəyirsənsə, köhnə həyatını buraxmağa hazır olmalısan. Əlbəttə bu proses romantik olmur. Haydi bakalım hayırlısı. Bəzən həyatın dağılırmış kimi hiss edirsən. Birdən dostluqların bitir, münasibətlərin dəyişir, dən çıxırsan, köçürsən, tək qalırsan. Məsələn, daha xoşbəxt bir həyat manifest edəndə bəzi münasibətlər zəhərli hala gəlir. Həmin vaxt insan üçün çətin olur. Amma sonra geriyə baxanda insan deyir ki, yaxşı ki o şeylər dağıldı. Çünki onlar mənim yeni həyatımda yer almamalı idi. Manifest yalnız qazanmaq deyil. Bəzən əvvəlcə səni yanlış yerlərdən çıxarır. Burada ən vacib şey etibar, güvən duyğusudur. Allaha güvənməyim mənə çox rahatlıq verir. Ən sadə nümunəni deyim. Dəfələrlə olub ki, insanların xoş davranışına, xoş sözünə inanmışam. Sonra həmin adamların mənim haqqımda başqasına göndərəcəyi şeyi səhvən mənə göndərməsi. Bu çəkdiyim nümunə hələ aralarında ən yaxşısıdır. Yeni bir başlangıç olacak. Merak etmeyin yolda çıkış. Allaha güvənim sayəsində toksik insanlar həyatımdan uzaqlaşıb. İndi elə bir nöqtədəyəm ki, son dəfə kimin üçünsə ağladığımı xatırlamıram. Çünki bilirəm ki, həyatımda nə baş verirsə, ən pis hadisə belə olsun,
Həyatım yalnız daha yaxşıya gedir. Ətrafımda hər zaman az və özəl insanlar var. Hər kəslə yaxınlıq etmirəm. İndi isə keçək manifestin əsl qaydalarına. İlk qaydası enerjiyə diqqət etmək. Sən nə hiss edirsənsə, onu çəkirsən. Daim qorxu, gərginlik, çatışmazlıq içindəsənsə, istədiyini yox, istəmədiyini çağırırsan. Sevinc, sevgi, minnətdarlıq bunlar yüksək tezlikdir. Minnətdarlıq, şükr etmək xüsusilə çox vacibdir. Hələ az da olsa var olana şükr etmək. Yaşa tuttum. Bir şey də deyim, mənim də hər günüm yüksək enerjidə keçmir. Mən də bəzən yoruluram, ağlayıram, motivasiyam düşür. Manifest o demək deyil ki, sən insan olmayacaqsan. Sadəcə o günlərdə belə özünə qarşı dürüst olmalısan. İkinci qayda, elə danış ki, sanki artıq olub. Mutfakta. Hayırdır Ali? Oğlum benden uzak tutmak için şimdi Pul istəyirsənsə, pul qazanacağam yox. Mən pul qazanıram de. Sevgi istəyirsənsə, mən sevilirəm de. Ihtiyar. Buyur canım. Hətta hələ tam gəlməyibsə belə. Üçüncü qayda, uzaqlaşmağı öyrən. Obsessiv olma. Gecə-gündüz niyə olmadı deyə düşünmə. Vizyonun olsun, amma həyatını ona bağlama. Servet. Servet. Fikir verin, insanlar bir şeyi çox istəyir. O qədər fikir edir ki, həmin şey alınmır. Ama bu kız ilk önce boşanacak. Evet. Nə vaxt ki, həmin arzunun dalıca qaçmır, o arzu öz-özünə gəlir. Bəzən bir şeyin olmaması, həyatın dağılması bəzən cəza deyil. Sadəcə sənin artıq o həyata sığmamağının sübutudur. Sən böyüyürsən, amma həyatın köhnə ölçüdə qalır. Neyiniz burada? Kucu elisiz. Duyğun yoğunluğundan istifadə. Gülür. Qəsdən cəyləşi, belə elişi biri ötəcək. Əlinlə tutub bax, qoymur. Bax, fırıldaq deyə. Bu yandan tuturdu, əlin qoy. Can, ölüm sızından. Şuna qubay. Dördüncü qayda, aydın ol. Məsələn, varlı olmaq istəyirəm, yetərli deyil. Nə qədər varlanmaq istəyirsən, necə həyatın olsun istəyirsən, hansı iş, detallar çox vacibdir. Beşinci qayda, səbr et. Manifest dərhal olmur. Bu bəzən günlər, aylar, bəzən də illər ala bilər. Bəzən özün-özünə deyə bilərsən ki, niyə istədiyini almırsan? Niyə istədiyin alınmır? Çünki sən istədiyini deyil, özünə layiq bildiyini alırsan. Əgər içində mən buna layiq deyiləm varsa, heç bir metod işə yaramayacaq. Bu, manifest mövzusunda ən az deyilən həqiqətdir. Vizualizasiya və şuuraltı. Şuuraltın ya sənə işləyir, ya sənə qarşı. Neyimdi mənim o? Götür. Hə? Götür. Nə qayşı? Televizyona baxır. Sən öpəndə heç nə eləmir. Ailemi korumak için. Hadi sağ merhaba burnuma. O da mən sevgisin göstərirdi, ötesi. Güldü benim. Ona görə istədiyin həyatı gözündə canlandır. O hissi yaşa. Xüsusilə də yatmazdan əvvəl. Vision board, arzu, hədəf lövhəsi hazırla. Kağızda və ya telefonda fərqi yoxdur. Əsas odur ki, görəsən. Bir digər şey isə fərz et ki, artıq olub. Hara gedirsənsə, hansı vəziyyətə girirsənsə, özün özünə de. Bu artıq mənim üçün həll olunub. O insan kimi davran. O həyatın içində olan versiyan kimi. Yani ne olursa olsun eve dönmüş olmak güzel. Şirin. Bəzən insanlar deyir ki, mən manifest etdim, amma olmadı. Gəlin dürüst olaq. Sən sadəcə istədin, amma dəyişmədin. Eyni düşüncədə, eyni qorxuda, eyni həyatda qalıb nəticə gözlədin. Manifest möcüzə deyil, məsuliyyətdir. Və yaxud arzu lövhənə
ən bahalı maşın olan Rolls-Royce'un şəklini yapışdırdın. Və ya Sibrizdə, Ağşəhərdə bir ev. Sənin aylıq gəlirin 600-700 manatdırsa, əlbəttə bu tip arzuların reallaşmayacaq. Necə deyərlər, yorğanına görə ayağını uzatmalısan. Lap tutalım necəsə oldusa o maşını aldın və yaxud da o bahalı evi aldın. O maşının bəs benzini, xarab olan hər hansısa bir hissəsi, o evin aylıq kommunalı, evi, maşını aldın, sonra sən onları əlində saxlaya biləcəksənmi? Əlbəttə, arzular qurarkən bunları da nəzərə almaq lazımdır. Sanın ki, problem 3-6-9, 7-7-7-də deyil. Problem həyatda sıfır hərəkətdə olmaqdadır. Metodlar səni xilas etmir, qərarlar xilas edir. Əzizlərim, əgər yeni ilə qədər yeni vlog hazırlaya bilməsəm, hər birinizi dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edirəm. Bu yeni il hər birimiz üçün düşərli olsun. Xoş günlər, xoş xatirələrlə yadda qalsın. Hamınızı çox sevirəm. Özünüzdən müğayət olun. Gələn vloqlarda görüşənə qədər.